Bismillahirrahmanirrahim. Dəyərli müsəlmanlar, bəziləri iddia edir ki, güya əqiqlə bağlı varid olmuş bütün hədislər səhih deyil, zəifdir. Hətta bunu əsaslandırmağa da çalışırlar. Bəs bu doğrudurmu? Gəlin baxaq. Məlumat üçün əqiq uşaqların öz valideynləri üzərində olan haqlardan biridir. Bu da bir müsəlmanın uşağı dünyaya gəldikdən sonra 7-ci, 14-cü, yaxud 21-ci gündə həmin uşaq oğlan olarsa 2 qoyun, qız olarsa 1 qoyun kəsməsidir ki, buna da əqiq qurbanı deyilir. Hökmü təkidlənmiş sünnədir, bəzi alimlər bunun vacib olduğunu da bildiriblər. Kəsdikdən sonra həmin qurbanın ətindən həm özün ailənlə yeyirsən, həm də qohuma, qonşuya, kasıblara, yoxsullara paylayırsan. Gəlin indi dəlillərə nəzər salaq. Birinci Buxarinin Səhih əsərində Salman ibn Amir el-Dabbidən nəql olunan hədisdə o deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. Uşaq üçün əqiq kəsilməlidir. Onun əqiq qurbanını kəsin və onu sünnət edin. İkinci, Əbu Davud, Tirmizi və Nəsainin Sünən əsərlərində Səmura radiyallahu anhudan nəql olunmuş hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Kullu məvludin murtəhənun bi əqiqətihi. Yəni, hər bir doğulmuş uşaq öz əqiqinin girovudur. Yəni, uşaq həmin qurban kəsildikdən sonra azad olunur. 7-ci gün onun əqiq qurbanı kəsilməli, saçı qırxılmalı və ona ad verilməlidir. Üçüncü, Ummu Kəraz Əl-Kə'biyyə radiyallahu anhə deyir ki, mən Rasulullah sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. Oğlan üçün 2 qoç, qız üçün isə 1 qoç kəsilməlidir. Dördüncü, Nəsainin Sünən əsərində Abdullah ibn Abbas radiyallahu anhumadan nəql olunan hədisdə o deyir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm Həsən və Hüseyn radiyallahu anhumanın hərəsi üçün 2 qoç kəsmişdi. Şeyx Muhammed Nasrəddin Əl-Albani rahiməhullah hədisin səhih olduğunu deyib. Həmçinin Beyhəqinin Sünən əsərində Habilə Hakimin Əl-Mustadrak Aləs-Sahiheyn əsərində möminlərin anası Ayşə radiyallahu anhadan nəql olunan hədisdə də gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Həsənlə Hüseynin hərəsi üçün 2 qoç kəsmişdi. Həmçinin Tirmizinin Sünən əsərində Amr ibn Şuayb radiyallahu anhudan, o da atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm uşaq doğulduqda 7-ci gün ona ad verilməsini, sünnət olunmasını və onun üçün əqiq qurbanı kəsilməsini əmr edib. Tirmizi rahiməhullah hədisin Həsən səhih olduğunu deyib. Bundan əlavə, Beyhəqinin Sünən Əl-Kubra əsərində nəql olmuş hədisdə də gəlir ki, 7-ci gün olmazsa 14-cü, o da olmazsa 21-ci gün uşaq üçün əqiq qurbanı kəsilməlidir. Şeyx Muhammed Nasrəddin Əl-Albani rahiməhullah Silsilətül Əhədithis Sahihə əsərində hədisin səhih olduğunu deyib. Bütün bu rəvayətlər səhihdir. Təbii ki, zəif rəvayətlər də var, lakin biz səhih rəvayətlərə əsaslanmalıyıq. Əgər valideyn həmin qurbanı kəsməyibsə, adam özü üçün də kəsə bilər. Peyğəmbər sallallahu aleyhi ve sellem hətta özü üçün qurban kəsib. Hədisi Şeyx Albani rahiməhullah Həsən olduğunu deyib. Daha doğrusunu Allah bilir. Velhamdülillahi Rabbil alemin.